Əgər balın azdısa və ya xaricdə təhsil almaq istəyirsənsə, o zaman sənə çıxış yolu kimi müəyyən şirkətlərə üst tutmalı olduğunu, onların vasitəsilə universitetə qəbul olacağını deyirlər. Bu zaman gəncləri ən çox düşündürən hansı təhsil şirkətini seçməli və ya bu işimi kimə həvalə etməliyəm sualıdır. Təəssüf ki, günümüzdə tələbə adı qazanmaq arzusunda olanları yalan vədlərlə aldadan şirkətlər və ya şəxslər də az deyil. Bəs vətəndaşlar seçim edərkən nələrə diqqət etməlidir? Xaricdə təhsil mərkəzinin direktoru Faiq bəy deyir ki, əgər işlərinizi şirkətə həvalə etməyi düşünürsünüzsə, şirkətin bütün fəaliyyətini, həmin ölkə ilə əlaqələrini araşdırmaqda fayda var. Öncədən danışılmalıdır şirkətlə ki, mən bu universiteti seçmişəm, başqa universitet olmayacaq və ya təhsil haqqı dəyişməyəcək. Yəni, şirkət etibarlı şirkət. Onun təəssüflər olsun ki, mən deməzdim bütün şirkətlər, yəni əksər şirkətlər normal şəkildə fəaliyyət göstərir. Sadəcə olaraq bəzi şirkətlər səhlənkar yanaşırlarmı deyim, bəzi şirkətlər həqiqətən də fırıldaqçılıqlarla məşğuldurlar, yəni həqiqətən aldadırlar. Bunlar da var, yəni bunu danmaq olmaz. Amma səhlənkar şirkətlər də var, hansı ki tələbə sayı çoxdur, qəbulu həyata keçirdirlər, amma yadlarından çıxardırlar, onu hara, necə, sənədi götürürlər, ödənişi götürürlər, qoyurlar qırağa. Şirkət direktoru onu da əlavə etdi ki, vasitəçi şirkət müraciət edən şəxslə müqavilə bağlamalıdır. Bütün deyilən fikirlər sənəddə detalları ilə qeyd olunmalıdır. Mütəxəssislər isə məsləhət görürlər ki, universitet onların diplomunun tanınması və bu kimi məsələlər şəxslərin özü tərəfindən öncədən araşdırılsın və daha sonra təhsil şirkətlərinə müraciət edilsin. Bəzi ali təhsil müəssisələrində qiyabi təhsil forması mövcuddur, ancaq həmin təhsil forması Elm və Təhsil Nazirliyi tərəfindən bəzi hallarda tanınmır. Çünki bəzən görürsünüz, tələbələr qiyabi yaxud distant təhsil formasında təhsil alırlar və ölkədən çıxmırlar. Təbii ki, ölkədən çıxmadığı təqdirdə, belə deyək, normativ müddətdə həmin xarici ölkədə olmadığı üçün Nazirlik tərəfindən həmin şəxslərin diplomları tanınmır. Təhsilə Keyfiyyət Təminat Agentliyi var. Həmin agentliyin saytında xarici ali təhsil müəssisələri ilə bağlı məlumatlar yer almışdı. Belə ki, hansı ali təhsil müəssisələr onların diplomları tanınmır, onunla bağlı məlumat qeyd olmuşdu. Elm və Təhsil Nazirliyinin qərarına görə mühəndislik, müəllimlik, tibb və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr ölkəyə qayıtdıqda diplomların tanınması üçün mütləq imtahan verməlidir. O ki, qaldı digər ixtisaslara təhsildə Keyfiyyət Təminat Agentliyinin rəsmi saytından qeydiyyatdan keçərək müvafiq sənədləri yerləşdirməklə diplomlarını tanıda bilərlər. Agentlikdən o da bildirildi ki, xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət agentliyin səlahiyyətləri xaricindədir və vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Ləman Abbaslı, Rüfət Əliyev, İTV Xəbər.